multikulturalizmin İslami aspektdən problemli tərəfi odur ki, multikulturalizm Yahudi dini ilə, xristianlıq dini ilə, hətta bütpərəstlər, hətta dinsizlər, hətta dini təhqir edənlərlə İslamı eyniləşdirir. Məsələnin problemli tərəfi budur. Ona görə də bu multikulturalizm nəzəriyyəsini önə çəkən ekspertlər, mütəxəssislər məsələnin bu tərəfindən qafil qalaraq İslam dinini başqa dinlərlə eyniləşdirmiş və ölkədə üstünlük təşkil edən bir dini ola bilsin ki, 1% olmayan dinlərlə belə eyniləşdirmişdir. Və bu təbii ki, nə sosial ədalətdən, nə də Allahın dərgahında olan həqiqi haqq meyarından deyil. Xülasə, Abdurrahim müəllim, yekun olaraq aydın olur ki, multikulturalizm, yəni İslami aspektdən, İslamı başqa dinlərlə bərabərləşdirib, hətta xüsusən də praktikada o ölkədə ki, İslam əhalinin böyük bir əksəriyyətinin inancını təşkil edir, belə bir həmçinin də xüsusi İslam dininin o ölkədə xüsusi özəllikləri və seçilən tərəfləri var və belə bir dinin hər hansı bir, ola bilər ki, 15-20 il sonra hətta ölkədə olmayan bir din ilə bərabərləşdirilməsi, məsələn, gələcəkdə fərz eləyək ki, 15 il sonra Azərbaycana hansısa sekta gələcək, hansısa din gələcək, kimsə özündən təzə din çıxardacaq, gələcək Azərbaycanda öz sektasını və dinini rəsmiləşdirəcək, sərbəst azad fəaliyyət hüquq alacaq. Həmin o 15 il sonra çıxacaq din belə İslamla eyni hüquqa malik olur, batil olmağına baxmayaraq. Və məsələnin qeyri-obyektiv tərəfi də budur. Yəni, əsas tənqid olunan tərəfi də, multikulturalizmin tənqid olunması tərəf budur. Son olaraq deyim ki, ümumiyyətlə, radikalizmə qarşı mübarizədə multikulturalizmin ideal bir yol olduğunu önə sürmək yanlışdır. Ola bilər ki, onun müsbət tərəfləri hansı ki qəsd olunur, onu önə sürənlər oradan faydalanmaq istədikləri cəhətləri İslamın özündə tapa bilərdilər.